Dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 188-ci sualın izahına baxaq. Verilən ifadədə verilmiş bərabərslik ilə dairənin bizdən sahəsini soruşur. Dairənin sahə düsturu nəyə bərabərdir? S bərabərdir pi r kvadrat. Bu bizim dairənin sahə düsturu. Bu qalsın hələ ki burada. Deməli, biz ilk öncə burada bərabərsizliyi həll edək. Verilən bərabərsizliyi tam kvadrata ayıraq. Baxın, x kvadrat, x-larla bir iş görək ilk öncə. Plus 8x. Baxın, bunun davamını müxtəsərlə necə tapırıq biz? Hər zaman ikinci hədd var. Bax, bunu 2 yerə bölürsən. 4 düşdümü? Deməli, bu x plus 4-ün kvadratı olacaq. Vəssalam. Və biz bunun davamını yazsaq, üzərinə gəlinsin, nə əlavə etməliyəm? Plus 16 yazmalıyam, düzdür? Aha, artıq x-larla işimiz bitdi, plus. Y kvadrata baxıram, y kvadrat minus 6y. Yenə baxın, bunu 2 hissəyə böldüm. 3 düşdü, elə deyilmi? O zaman bu da y minus 3-ün kvadratıymış. Aha. O zaman 3-dürsə, məcburən bura bir 9 əlavə edəm. Və əlavə etdiklərimizi çıxaq. Deməli, hansını əlavə etmişik? Deməli, plus 16 idisə, minus 16 yazdım və minus 9 yazdım. Kiçikdir, bərabərdir 24. İndi fikir verin, əziz şagirdlər. Baxın, bura bizə hansı açılışı verəcək? Aşağıda yazmışam, baxın. X plus 4-ün kvadratı. Üstə gəlinsin. Sonra bu bizə nəyi verəcək? Y minus 3-ün kvadratı. Kiçikdir, bərabərdir. Bu mənfi 25 edir, düzdür? Atıram digər tərəfə. Olur 24 plus 25. Yəni, neçə alıram buranı? 49 alıram. Hə, 49-u da nəyin kvadratı yazacağım? 7-nin kvadratı. Radius məlum oldu mu bizim üçün? 7 oldu, elə deyilmi? O zaman sahəni necə taparam? Pi vur r-in kvadratı. Yəni, sahəmiz olacaq 49 pi. Ümid edirəm ki, başa düşdünüz. Zəhmət olmasa bəyənib abunə olmağı unutmayın.